Bu kolxozdur. Bu isə safxozdur. Bəs səncə fərq nədədir? Kolxoz kəndlilərin birgə yaratdığı kollektiv təsərrüfatı idi. Torpaq və istehsal vasitələri kollektivə məxsus sayılırdı. Safxoz isə birbaşa dövlətə məxsus kənd təsərrüfatı müəssisəsi idi. Orada çalışanlar dövlət işçisi hesab olunurdu. Bu qaçqındır. Bu isə məcburi köçkündür. Bəs səncə fərq nədədir? Qaçqın, müharibə, təqib və ya təhlükə səbəbindən öz ölkəsini tərk edərək başqa ölkəyə sığınan şəxsdir. O, başqa bir dövlətin ərazisində qorunma axtarır. Məcburi köçkün isə yaşadığı yeri tərk etməyə məcbur olsa da, öz ölkəsinin hüdudları daxilində qalır. O, ölkə daxilində başqa bir bölgəyə köçür. Bu nomenklaturadır. Bu isə məmurdur. Bəs səncə fərq nədədir? Nomenklatura Sovet dövründə yüksək vəzifələrə təyin olunan rəhbər şəxslər təbəqəsinə verilən ad idi. Bu anlayış daha çox xüsusi imtiyazlara malik idarə edici qrupu ifadə edirdi. Məmur isə dövlət orqanlarında çalışan və müəyyən vəzifəni icra edən şəxsdir. O, dövlət idarəçiliyində müxtəlif səviyyələrdə fəaliyyət göstərə bilər.